Salam aleyküm, hardayam deməli. Hökumət dairəsindən qalxdın, aşağı güzdəydin. Bir dənəsi təzə, kreditdən. Əsas odur kreditdə var, nəqdə satır, kreditdən də satır. Nəqd alsın, biraz ucuz baş gələcək, kredit alsın, indi hər tərəfli. Bütün əşyalar içəridə nə görürsənsə qalır. Nə görürsən, heç nəyə əl vurmur. Bütün əşyalardan bir yerində. Yəni qiyməti normaldır. Yəni bir iki gündə tam dolu əşyalı ev. Yəni xalden işlər də qalır. Maşallah. Belə xaldenikdən paltar yığan qiyməti rahat 3-4 min eləyir, bahalı xaldeniklərdəndir. Yəni hər şey içəridə nə görürsünüzsə hamısı qalmaq şərti ilə çox ideal qiymətədir. Alıb rahatlıqla kirayə də verə bilərsən. Görürsünüz, hər şey qaydasındadır. Qiyməti 25 minlik ödənişdən ümumi qiyməti 40 minə düşəcək. Nəqd eləsin amma 36 minə nəqd alışa cüzi endirim də var, amma evin üstündə. Real puldan gəl 50-yə. Ya burada da hamam sanuzelidir. Yəni bir dənə nə lazımdır sənə? Paltarlarını götür, köç, yaşa. Kombisi, kondisioneri, yəni nə axtarsın var. Motor, gidrofor, isti xəttin, desən isti xətdir yəni. İsti poldur, hə. Hamam sanuzeli isti poldur. Yəni əlaqə saxlayın, hər qiymətə əldə evlər var. Yəni Hökməldən bura çox da böyük məsafə deyil, 10-15 dəqiqəlik yoldur. Yəni buranın da öz marşrutu var. Yəni çıxdın, yanına məktəb, bağça, yəni dükanlar hamısı yaxındır. Binaları da yaxın yerdədir. Burada 2 mərtəbə binalar var, onun yaxın yerdədir. Əlaqə saxlayın inşallah hər qiymətə əldə evlərimiz var. Kim də ev satırsa desin, bir dənə çölüdən danışalaq, ətraflı danışaq. Görünüşüdür, üstü paketdir, həyətinə bax, harasa 3 maşınlıq həyəti qalır. Yəni şəxsiz nəticəli evdir də. Həyəti bazası normal, baxın, ağaclar. Yəni qazı, suyu, yenə deyirəm, işığı, hər şeyi var. Sən nə qədər həyətdə var, şotçikləri qaydasındadır. Yer də normal yerdədir. İndi yəni əlaqə saxlayın, hər qiymətə evimiz var. Yəni kim də ev satırsa xəbər eləsin. Yəni yerindən, yurdundan asılı olmayaraq düşmə qiymətəcə gələk çəkək, tez vaxtda həll eləyəyin.